Sabunçu rayonunda qətl törədilib. Hadisə rayonun Maşdağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2009-cu il təvəllüdlü şəxs yaşadığı evin həyətində münaqişə zəminində həmyerlisi 1980-ci il təvəllüdlü Emil Əliyevin qol və kürək nahiyəsinə bıçaqla vuraraq öldürüb. Yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisə ilə bağlı Sabunçu rayon prokurorluğu da məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabrın 21-də Sabunçu rayon ərazisində 1980-ci il təvəllüdlü Emil Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarətlər yetirərək Emil Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Şəxs rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.